Salam hörmətli izləyicilər, ilin son ayında xoş gördük sizləri. Ümid edirik ki, gələn il bu ildən daha xoş anlarla dolu olacaq. Bütün bürclər finiş xəttindədir. Son təkan və budur, yeni il gəlir, həyatınızı dəyişdirmək üçün bir fürsət. Hər kəs işləri bitirməyə, hər şeyi geridə qoymağa və bayramlara hazırlaşmağa can atır. Bununla belə, ilin son ayı ən əsəb pozucu və çətin ola bilər. Ulduzlar bildirir ki, hər bürc hansı günlərdə son bir neçə gündə hər şeyi itirməmək və yeni ilə uğurla qədəm qoymaq üçün xüsusilə diqqətli olmalıdır. Ulduzlar bizlərə nələr bildirib? Buyurun, izləyin. Abunə olmağı unutmayın. Qoç bürcü üçün dekabr ayı çox tez keçəcək. Əvvəlcə yığılmış tapşırıqlarla məşğul olmalı, böyük bayram alış-verişləri etməli və çoxdan təxirə salınmış səyahətə çıxmalı olacaqsınız. Hər şeyi eyni vaxtda həll etmək üçün kifayət qədər enerjiniz olacaq. Lakin 5 dekabrdan etibarən maneələr və gecikmələr yarana bilər. Amma narahat olmayın, bunlar yalnız müvəqqəti çətinliklərdir. Vasilisa Volodina izah edir, 15 dekabrdan sonra ayın tonu dəyişəcək. Əsas hökmdarınız olan Mars yer elementinə keçir və enerjiniz praktik nəticələrə nail olmağa yönələcək, işdə, karyeranızda və konkret nəticələrə. Dekabr ayında Qoç bürcü üçün ən vacib şey yeni il tətilləri ilə tamamilə tükənməmək üçün enerjinizi boşa sərf etməməkdir. Enerjinizi ağıllı şəkildə idarə etsəniz, ayın sonu sizi nailiyyət hissi ilə mükafatlandıracaq. Buğa bürcü dekabr ayını rahat keçirəcək, anın dadını çıxaracaq. Bu ay sizə sadə şeyləri və burada və indi baş verənləri qiymətləndirməyi öyrədəcək. Bir anda dincliyiniz pozulacaq və təşəbbüs göstərməli olacaqsınız. Astroloq xəbərdarlıq edir, 9-12 dekabr tarixlərində günlər biraz xaotik olacaq. İşlərdə qarışıqlıq, həddindən artıq yüklənmiş cədvəl kimsə sizi məyus edəcək, amma özünüzdən çox şey tələb etməsəniz, hər şey yoluna düşəcək. 19 dekabrdan etibarən sülh və rahatlıq dövrü başlayır. Evinizə vaxt ayıra, milad ağacı qoya və yaxınlarınız üçün hədiyyələr hazırlaya bilərsiniz. Bu dövrdə xoşbəxtliyiniz yaxınlarınızla ünsiyyət qurma qabiliyyətinizdən asılı olacaq. Daxili tarazlığı qorumağa və lazımsız stressdən qaçınmağa çalışın. Əkizlər bürcü üçün dekabr ayı ünsiyyət və fəaliyyət marafonu olacaq. Telefonunuz daim zəng edir, sosial media bildirişlərlə doludur və həmkarlarınız və dostlarınız yeni il şənliyinin təşkilində sizə kömək etmək üçün sizi gözləyir. Əsas vəzifəniz nə qədər çətin olsa da nəzarəti qorumaqdır. Vacib danışıqlar və sənədlərin imzalanması 12 dekabra qədər baş tutacaq. Daha sonra enerjinizi doldurmaq və fikirlərinizi qaydasına salmaq üçün qısa bir fasilə olacaq. 12 dekabrdan sonra həyatınızda xoş bir şans elementi peyda olacaq. Tanışlıqlar, təsadüflər, gözlənilməz söhbətlər. Bütün bunlar daha çox şeyə səbəb ola bilər. Bəzi əkizlər dərhal əlaqə quracaqları biri ilə dərhal görüşəcəklər, deyə Vasilisa Volodina paylaşıb. Ayın əvvəlində bayram təlaşı Xərçəng bürcünün üzvlərini keçəcək. Həmkarlar planlarını təlaşla yekunlaşdırarkən və ailə üzvləri artıq yeni il tətillərini necə keçirəcəklərini planlaşdırarkən, siz kənar müşahidəçi rolunu seçəcəksiniz. Bu, ən yaxşısı ola bilər, çünki ayın ikinci yarısında vəziyyət kökündən dəyişəcək. Hadisələr sürətlənəcək, ayın sonuna doğru ev işlərinin sayı artacaq və hər kəsin işini görmək riski ilə üzləşəcəksiniz. Bu tələyə düşməyin və özünüzə heç olmasa bir az şəxsi məkan buraxmaq üçün ay üçün ev işlərini əvvəlcədən planlaşdırdığınızdan əmin olun, deyə Vasilisa Volodina tövsiyə edir. 15 dekabrdan sonra Xərçəng bürcünün üzvləri işdə xoş sürprizlər gözləyə bilərlər. Rəhbərlikdən hədiyyələr, illik bonus, vəzifə yüksəlişi xəbərləri və ya həmkarları ilə səmimi görüşlər. Şirlər üçün dekabr daxili liderinizə toxunmaq üçün bir zamandır. İlk 2 həftə xüsusən də işdə yeni ilə fəal şəkildə hazırlaşacağınızı görəcəksiniz. Məşqlər, telefon zəngləri, hədiyyə alış-verişi və korporativ tədbir üçün qonaq toplamaq çox şey çiyinlərinizə düşəcək.
Dekabr ayında şirlər üçün ortaya çıxacaq vəzifələr nə qədər cəlbedici olsa da, hər şeyi birdən həll etməyə çalışmayın. Ayın ortalarında planlarınız qonaqların gəlməsi, unudulmuş uşaq məclisi və ya kiçik ev işləri ilə pozula bilər. İlin son günləri parlaq və uğurlu olacaq. Bayramları sevinclə qarşılayacaqsınız, sanki gəzib dolaşdıqdan sonra nəhayət əsas yolu tapmısınız, deyə Vasilisa Volodina bildirir. Dekabr ayında qız bürcləri mükəmməllik və planlaşdırma bacarıqlarından faydalanacaqlar. İlk 10 gün mütəşəkkil və məhsuldar olacaq. İl sonu üçün gözəl bir icmalınız olacaq. Bütün layihələrinizi tamamlayacaqsınız və ətrafınızdakiların razılığını qazanacaqsınız. 15 dekabrdan sonra nizamlı cədvəliniz pozula bilər. Məsələn, bir həmkarınızın köməyinizə ehtiyacı ola bilər, vacib hesabatı idarə edən avadanlıq sıradan çıxa bilər və ya kimsə müqaviləni ləğv edə bilər. Özünüzə sadiq qalın, panikaya düşməyin və vəziyyəti tez bir zamanda nəzarətə götürəcəksiniz. Ayın ikinci yarısında qız bürcləri üçün ev mövzusu ön planda olacaq. Təmir, yenidən səliqəyə salma, bayramlardan əvvəl yaz təmizliyi və məişət texnikası alışı. İnteryerinizi yeniləmək istəyə bilərsiniz. Və bu yaxşı bir şeydir. Astroloq dəyişikliyi təşviq edir. Tərəzi bürcü üçün dekabr ayı rahat və ahəngdar keçəcək. İşlər yaxşı gedir, müştərilər və tərəfdaşlar sizi dərhal başa düşür. Həmkarlar bir komanda kimi işləyirlər, daha nə istəyə bilərsiniz? Vasilisa Volodina məsləhət görür, əgər bir şey almaq və ya rəsmiləşdirmək istəyirsinizsə, bunu 10 dekabrdan əvvəl edin, çünki texnologiya, nəqliyyat və təhsillə bağlı sövdələşmələr bu dövrdə xüsusilə uğurlu olacaq. Ayın ikinci yarısından etibarən diqqət mərkəzində olacaqsınız. İnsanlar iş məsləhətləri üçün sizə müraciət edəcək, münaqişələrin həllində kömək etməyinizi xahiş edəcək və ya sizə liderlik vəzifəsi verəcəklər. Ayın son günlərini evdə ailənizlə keçirəcəksiniz. Bəlkə də bu müddət ərzində ən az gözlədiyiniz insanlardan xoş sürprizlər və hədiyyələr alacaqsınız. Ayın əvvəli əqrəblər üçün çətin olacaq. İş, maliyyə problemləri və şəxsi məsələlər hamısı yığılıb qalır. Lakin bütün bunların ağırlığı altında başqaları çöksə də əqrəblər əksinə daha güclü şəkildə ortaya çıxacaq. 15 dekabrdan sonra vurğu nəzərə çarpacaq dərəcədə dəyişir. Təkbaşına hərəkət etməyi dayandırırsınız və strateji əlaqələr qurmağa başlayırsınız. Bu günlərdə tanış olduğunuz insanlar gələcəkdə dost, müttəfiq və ya tərəfdaş kimi mühüm rol oynaya bilər, deyə astroloq paylaşıb. Ayın sonuna qədər bütün işlərinizi uğurla həll edəcək və gələn il üçün planlar qurmağa başlaya bilərsiniz. Üstəlik, Vasilisa Volodinanın sözlərinə görə, dekabr ayı sizin üçün xüsusi bir ay olacaq. Əqrəblər üçün dekabr böyük bir dövrün başlanğıcını qeyd edir, baxmayaraq ki, hələ bunu hiss etməmisiniz, deyə astroloq böyük dəyişikliklərə işarə edir. Dekabr ayında oxatanlar nəhayət rahat nəfəs ala və dincələ biləcəklər. Aylardır uzanan məsələlər həll olunacaq və vacib bir sövdələşmə və ya razılaşma bağlamaq üçün fürsət yaranacaq. Bu bürcün nümayəndələri uzun müddətdir tərəddüd etdikləri vacib bir addım atmaq qərarına gələcək və yaxınlarınızdan dəstək alacaqlar. Vasilisa Volodina xəbərdarlıq edir. 5-12 dekabr tarixlərində daha çox təmkin tələb olunacaq. Köhnə borclar yenidən ortaya çıxa bilər, ailə problemləri və fikir ayrılıqları arta bilər və ya sonraya təxirə salınan məsələləri həll etməli ola bilərsiniz. Ayın ikinci yarısında atmosfer yaxşılaşacaq və planlarınıza diqqət yetirə və ya böyük bir alış-veriş edə biləcəksiniz. Lakin astroloq sözlərinizə diqqət yetirməyi məsləhət görür. Xüsusilə də sizdən böyük olan insanlarla mübahisə etməkdən çəkinin. Dekabrın sonunda xoş bir atmosferdə sizi vacib bir söhbət gözləyir, bundan sonra gələcəyinizi yeni bir işıqda görəcəksiniz. Bəlkə də bu sizə evlilik təklifi edəcək həyat yoldaşınızla romantik bir axşam olacaq və ya bəlkə də müdirinizlə vəzifə yüksəlişi ilə bağlı söhbət. Dekabr ayında oğlaqlar tamamilə işə qərq olacaq və qışın artıq gəldiyini və 2025-ci ilin sona çatdığını belə hiss etməyəcəklər.
Ayın ortalarına qədər diqqətiniz praktik məsələlərə, hesabatlara və bütün layihələrinizin yekunlaşdırılmasına yönələcək. Diqqətinizi yayındırmamağa çalışın. Sakit və təlaşsız olaraq gələn ilə güclü bir başlanğıc üçün təməl qoymaq üçün lazım olanı tamamlayın, deyə Vasilisa Volodina tövsiyə edir. 15 dekabra qədər özünüzü yorğun hiss edəcəksiniz. Ona görə də qısa bir fasilə verin və enerjinizi bərpa edin. Lakin bu vaxt üçün vacib sənədləşmə işləri planlaşdırılıbsa, görüşü başqa vaxta keçirməmək daha yaxşıdır. Ayın sonunda tez-tez ailə ziyarətlərinə və ailə toplantılarına hazırlaşın. Çoxları sizi görmək, danışmaq və hətta bəzi vacib məsələləri həll etmək istəyəcək. Cədvəl yaradın və vaxtınızı dəqiq idarə edin. Əks halda başqaları qalan enerjinizi tükətəcək, bu da sizə sonradan lazım olacaq. Dekabr ayında Dolça bürcünün nümayəndələri illik işlərinin bəhrəsindən zövq alacaqlar. Ayın əvvəlində növbəti dəfə hara gedəcəyinizə qərar verməyə kömək edəcək böyük bir həyat təhlili aparacaqsınız. Bu dövrdə xüsusilə diqqətli olun və ətrafınızdakı səs-küyə diqqətinizi yayındırmayın. 8-12 dekabr tarixlərində avtomobil idarə edərkən diqqətli olmalı və sənədləri imzalayarkən diqqətli olmalısınız. Astroloq xəbərdarlıq edir ki, bu sizi ritminizdən çıxara biləcək kiçik, lakin bezdirici bir detaldır. Ayın ikinci yarısında bir çox cəhətdən aydınlıq gələcək. Yaxınlarınız nəhayət yeni il tətilləri üçün planlarını bölüşəcəklər və müdiriniz bonusunuzu ödəyib-ödəməyəcəklərini açıqlayacaq. Planlarınız daha az qeyri-müəyyən hala gəldikcə sakitlik hissi yaranacaq. Bayram əhval-ruhiyyəsindən zövq alaraq evdə daha çox vaxt keçirəcəksiniz. Dekabr ayında balıqlar bürcündən olanlar nailiyyətlərinə görə çoxdan gözlənilən mükafatlandırılacaqlar. Sizə liderlik vəzifəsi və ya bacarıqlarınıza daha uyğun yeni bir iş təklif olunacaq. Yeganə maniyə nəzarətə olan həvəsiniz ola bilər. Dekabr ayında uğur etibar etməyi bilənlərə gəlir. Hadisələrin planlaşdırıldığı kimi inkişaf etməsinə icazə verin və hər şey daha asan və təbii şəkildə inkişaf edəcək, deyə astroloq izah etdi. Balıqlar bürcündən olanlar üçün son həftə istirahət və yaxınlarınızla dincəlmək üçün ideal zamandır. Astroloq həmçinin yeni ili sakit bir atmosferdə, yalnız sizi asanlıqla başa düşən ən yaxın dostlarınızla qeyd etməyi və səs-küylü məclislərdən çəkinməyi tövsiyə edir.